Salam əziz dostlar. Mən sizə dünyada ən möhtərəm müəllim olan İsa Məsih haqqında danışacağam. Şəkillərə baxın və dediklərimə diqqətlə qulaq asın. Birinci şəkil. Bu şəkildə İsa'nın Allah haqqında təlim verdiyini görürsünüz. Allah bizim hamımızı yaradıb. Allah birdir və o diridir. İnsanlar öz günahlarına görə və pis əməllərinə görə Allahdan ayrı düşüblər. Amma Allah insanları sevir. İsa Allahdan gəlib. O Allah haqqında bütün həqiqəti bilir. İsa insanlara təzədən Allaha nə cür qayıtmasını öyrətməyə gəlib. Qulaq asın və mən sizə İsa'nın nə öyrətdiyini danışacağam. Siz də həqiqi və diri olan Allahı tanıya bilərsiniz. İkinci şəkil. İsa bu hekayəni söylədi. Bir insan öz evini daş üzərində qurdu. Yağış yağdı, sellər gəldi, yellər əsdi və o evə hücum etdi. Ev uçmadı. Çünki təməli daş üstündə qurulmuşdu. Başqa insan isə evini qum üzərində tikdi. Yağış yağdı, sellər gəldi, yellər əsdi və o evə hücum etdi. Ev uçdu və onun yıxılması bir müsibət oldu. Əgər biz İsa'nın sözlərini eşidib, həyatımızda yaşadırıqsa, evini daş üzərində tikən insana bənzəyirik. Həyatımıza sınaqlar, çətinliklər gələndə qüvvətli olacaq. Hətta iblisin belə bizi məhv etməyə gücü çatmayacaq. Üçüncü şəkil. Qaranlıqda şamla nə edirsiniz? Şəkildə gördüyünüz bir insan şamı elə tutub ki, evdə olan hər kəs işığı görə bilsin. Başqa insan isə şamını qabın altına qoyur. İsa dünyanın nurudur və o, bu qaranlıq dünyada Allaha olan yolu göstərir. Biz İsa'ya iman edəndə, insanlar bizdə Allahın nurunu görə bilərlər. İsa deyir, qoy sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görsünlər və göylərdəki olan atanıza həmd etsinlər. Biz daxilimizdə olan nurumuzu heç kimdən gizlətməməliyik. Amma başqa insanlar Allahı tanısınlar deyə onlara Məsih İsa haqqında deməliyik. Dördüncü şəkil. Bir baxın, Romalı əskər bir Yahudini vurur. Hətta onun üst paltarını da götürüb. O insan indi nə etməlidir? İsa deyir, pisliyə müqavimət göstərmə. Əksinə, kim sənin sağ yanağına vurarsa, ona sol yanağını da çevir. Və əgər biri məhkəməyə gedib sənin köynəyini almaq istərsə, ona üst paltarını da ver. Biz düşmənlərimizdən qisas almamalıyıq. Çünki Allah deyir, qisas mənimdir, əvəzini mən verəcəyəm. Allah bütün qanunsuzluq edənləri ya bu həyatda, ya da ki ölümdən sonra cəzalandıracaq. Bizə isə Allah deyir, pisliyə yaxşılıq etməklə qalib gəl. Beşinci şəkil. Bu şəkildə iki insanın Allaha dua etməsini görürsünüz. Biri küçədə durub uzun dualar edir ki, insanlar onu tərifləsinlər. Allah bu cür dualara cavab vermir. İsa deyir, sən isə dua etdiyin zaman öz otağına gir və qapını bağlayaraq gizlində olan atana dua et. Gizlini görən atan sənə açıqcasına əvəzini verəcək. Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin. Çünki onlar sanırlar ki, çox danışmaqla eşidiləcəklər. Onlara bənzəməyin. Çünki Allah sizin nələrə ehtiyacınız olduğunuzu
siz ondan diləməzdən əvvəl bilir. Biz Allaha dua vasitəsilə ibadət etməliyik və başqa insanlara görə dua etməliyik. Duada ondan etdiyimiz pis əməllərə görə bağışlanmağımızı və bizi şərdən qorumasını istəməliyik. 6-cı şəkil. Bir adam tarlasına buğda toxumlarını səpmişdi. O yatarkən düşmənləri gəlib buğdaların arasına dəlicə buğda səpib getdilər. Tarla sahibi bunu biləndən sonra dəlicələri seçmədi ki, onlarla bərabər buğdanı da qapara bilər. Amma biçini gözlədi. Biçin vaxtı isə buğdanı dəlicədən ayırdı. Buğdanı yığıb anbarlarına qoydu, dəlicələri isə otda yandırdı. Allahın balaları arasında iblisin də balaları var. Vaxt tamam olanda İsa yenidən gələcək və o, ona iman edənləri başqalarından ayırıb onları cənnətə aparacaq. İman etməyənlər isə iblislə bir yerdə cəhənnəm alovuna atılacaqlar. 7-ci şəkil. Bir gün bir neçə uşağı İsa'nın yanına gətirdilər ki, onların üstünə əllərini qoyub onlara xeyir dua versin. Şagirdlər isə onlara qadağan etdilər. İsa isə dedi, qoyun uşaqlar mənim yanıma gəlsinlər. Onlara mane olmayın, çünki səmavi səltənət belələrindir. İsa həmçinin şagirdlərinə dedi ki, əgər onlar dönüb körpə uşaqlar kimi olmasalar, səmavi səltənətə əslə girə bilməzlər. Beləliklə, uşaq qədər özü-özünü alçaldan səmavi səltənətin ən böyüyüdür. O insanlar ki, qürurludular, özlərindən razıdırlar, heç vaxt Məsihin ardıcılları ola bilməzlər. 8-ci şəkil. İsa bu hekayəni söylədi. Bir adamın 100 qoyunu vardı. Onlardan biri yoğunu azıb itdi. Həmin adam 99 dənə qoyununu qoyub, bir dənə azan qoyunu axtarmağa getdi. Və onu tapanda, yoğunu azmayan 99'u üçün sevindiyindən artıq onun üçün sevinir. Allah istəmir ki, biz yoğumuzu azıb həlak olaq. İsa yaxşı çobandır. Çünki o bu dünyada azmış olan insanları xilas etməyə gəlib. 9-cu şəkil. Bir hökmdar qulları ilə hesablaşmaq qərarına gəldi. Qulların biri hökmdardan o qədər pul borca götürüb ki, qaytara bilmir. Ağa əmr verdi ki, o və ailəsi qul kimi satılsınlar və borcu ödənilsin. Qul yerə döşənib, səcdə etdi və ona yalvardı. Ağa, səbir et, mən hamısını ödəyəcəyəm. Ağasının qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı. Amma həmin qul çölə çıxıb, ona biraz pul borcu olan bir yoldaşını tapdı. Onun boğazından yapışaraq borcunu ödənməsini tapşırdı. Başqa qullar bunu hökmdara dedilər və hökmdar həmin qulu çağıraraq ona dedi. Ey pis qul, bütün o borcunu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi, sən də yoldaşına mərhəmət etməli deyildinmi? Və ağası qəzəblənib, bütün borcunu ödeyincəyə qədər onu işgəncə verənlərin əlinə verdi. Allah bizim bütün pis əməllərimizi bağışlayar, amma biz də bizə pislik edənləri bağışlamalıyıq. 10-cu şəkil. Şəkildə gördüyünüz işçilər etdiyi işlərinə görə pullarını almağa gedirlər. Birinci işçi işləməyə günün axırında gəldi və o çox iş görmədi. Amma ev sahibi cömert olduğuna görə ona bütün günün iş haqqını verdi. İkinci işçi günün yarısını işləyib. Üçüncü isə bütün günü işləyib. Amma onların hamısı eyni pul aldılar. Çox işləyənlər az işləyənlə eyni pul alanda
ev sahibinə şikayət etməyə başladılar. Ev sahibi isə ona dedi: "Dostum, mən sənə haqsızlıq etmirəm ki. Sən mənimlə 1 dinara razılaşmamısan? Özünə çatanı al, get. Bu sonuncuya sənə verdiyim qədər vermək istəyirəm. Öz malımla istədiyimi etməyə haqqım yoxdurmu? Sən mənim cömertliyimə pis gözlə mi baxırsan?" Allah da İsa Məsihə iman edən hər kəsə əbədi həyat bəxş edir. Əbədi həyatı yaxşı işlərlə qazanmaq mümkün deyil. O Allahın bir hədiyyəsidir. 11-ci şəkil. İsa adaxlının qarşısına çıxan 10 qız haqqında hekayə söylədi. Onlardan 5-i ağıllı, 5-i isə ağılsız idi. Ağılsızlar özləri ilə çıraqları götürmüşdülər, amma yağ götürməmişdilər. Ağıllılar isə çıraqları ilə bərabər öz qablarında yağ da götürmüşdülər. Lakin adaxlı gecikliyindən hamısını yuxu bastı və onlar yatdılar. Gecə yarısı isə bir qışqırıq qopdu. "Budur, adaxlı gəlir, onu qarşılamağa çıxın." O zaman qızların hamısı durub öz çıraqlarını düzəltdilər. Ağılsızlar ağıllılara dedilər: "Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür." Ağıllılar isə cavab verib dedilər: "Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız." Onlar yağ satın almağa getdikləri zaman adaxlı gəldi və hazır olanlar onunla kəbin məclisinə girdilər və qapı bağlandı. O biri qızlar da sonradan gəlib: "Ağa, ağa, qapını bizə aç," dedilər. O isə cavab verib dedi: "Sizə doğrusunu deyirəm, sizi tanımıram." Əziz dostlar, İsa indi göylərdədir və vaxt tamam olanda o yenidən gələcək. Biz onun gəlişinin vaxtını bilmirik, amma biz onun gəlişinə hazır olmalıyıq. Çünki İsa gəlib ona məxsus olanları göylərə aparacaq. Onun gəlişinə hazır olmayanlar isə səmavi səltənətə daxil ola bilməyəcəklər. 12-ci şəkil. İsa'nın qayıdışına biz nə cür hazır ola bilərik? Şəkildə gördüyünüz ağa uzun bir zamandan sonra yad ölkədən evinə qayıdıb. O getməmişdən qabaq qullarına öz malikanəsindən pul tapşırmışdı. İndi isə onlardan hesabat tələb edirdi. Qullarından ikisi verilən pulla ticarət edib daha çox qazanıb ağasına gətiriblər. Üçüncü qul isə aldığı pulu gizlədib indi isə gətirir. Ağa ona çox hirsləndi, çünki qul çox tənbəl idi və onu evdən qovdu. İsa istəyir ki, o qayıdınca qədər biz işləyək, başqa insanları sevək, onlara yardım edək və Allah haqqında insanlara deyək. O zaman İsa bizdən çox razı olacaq. İsa Allah haqqında təlim verirdi və həmçinin Allahdan olan böyük bir qüvvəyə malik olduğunu göstərirdi. Şəkillərə baxın və dediklərimə diqqətlə qulaq asın. 13-cü şəkil. O günlərdə Yahya adlanan peyğəmbər meydana çıxdı. Günahların bağışlanması üçün tövbə edib suda vəftiz olsunlar deyə insanlara təbliğ edirdi. Çoxlu insanlar onun yanına gəlib günahlarını etiraf edib vəftiz olunurdular. Yahya həmçinin bu sözlərdə deyib: "Məndən sonra məndən qüdrətlisi gəlir. O sizi müqəddəs ruhla vəftiz edəcək." Yahya bu sözləri İsa haqqında deyirdi. İsa Yahyanın yanına gəldi. İsa günah etməmişdi, amma Allahı sevdiyinə görə və onun iradəsini yerinə yetirdiyinə görə vəftiz oldu. İsa Məsih vəftiz olunandan sonra birdən müqəddəs ruh göyərçin kimi onun üzərinə indi və göylərdən Allahın səsi gəldi: "Sən mənim sevimli oğlumsan,
Səndən çox məmnunam. Bundan sonra İsa çoxlu möcüzələr göstərdi. 14-cü şəkil. İsa özünə şagirdlər axtarırdı. O onlara Allah haqqında öyrətmək istəyirdi ki, onlar da başqalarına öyrədə bilsinlər. Bir gün gölün kənarından keçərkən İsa 4 dənə balıqçı gördü. İsa onlara dedi, ardımca gəlin, mən sizi insan tutan balıqçılar edəcəm. Və onlar da o anda torlarını atıb onun ardınca getdilər. İsa özünə 12 dənə şagird seçdi. Onlar İsa'nın möcüzələrini gördülər və İsa'nın Allah'tan olduğunu bilirdilər. İsa istəyir ki, biz ona itaət etməklə və onun ardınca getməklə onun şagirdləri olaq və başqa insanlara Allah haqqında öyrədək. 15-ci şəkil. Bir gün cüzama tutulmuş bir nəfər İsa'nın yanına gəldi. Diz çöktü və ona yalvararaq dedi, əgər istəsən, məni saf edə bilərsən. İsa'nın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi, istəyirəm, saf ol. Bu sözdən sonra cüzam onu dərhal tərk etdi və o saf oldu və sevincindən bu hadisəni yaymağa başladı. Əziz dostlar, günah cüzam xəstəliyi kimidir. Bizim həyatımızı məhv edir. Amma biz İsa'ya gəlsək, o bizim bütün günahımızı təmizləyər. 16-cı şəkil. İsa bir evin içində insanlara Allah haqqında təlim verirdi. 4 kişinin daşıdığı bir iflici onun yanına gətirdilər. Çoxlu adam olduğundan ona yaxınlaşa bilmirdilər və olduğu evin damını dəlib açdıqdan sonra iflici yatdığı döşəklə bərabər yerə endirdilər. İsa onların imanını görərək iflicə dedi, oğlum, günahların bağışlandı. Amma orada olan bir neçə din alimi İsa'nın küfür danışdığını ürəklərində düşündülər. Axı bir Allah'tan başqa kim günahları bağışlaya bilər? Sonra İsa iflicə dedi, dur, döşəyini götür və evinə get. O insan dərhal durdu. İflicin birdən şəfa tapmasını görə hamını heyrət bürüdü. İsa orada olan insanlara Allah'tan olduğunu sübut etdi. İsa'nın bizim günahlarımızı bağışlamağa və həmçinin xəstəliklərimizdən sağaltmağa səlahiyyəti var. 17-ci şəkil. Bu şəkildə biz İsa'nı Yahudi rəhbərləri ilə bir yerdə görürük. Bu, Yahudilərin Allah'a ibadət etdiyi xüsusi gün şənbə günü idi. Yahudilərin qanuna görə o gün insan heç nə etməli deyildi. Orada əli qurumuş bir şəxs var idi. Yahudilər İsa'nı gözləyirdilər görsünlər, şənbə günündə o adamı sağladacaq ki, onu ittiham etsinlər. İsa onlardan soruşdu, şənbə günündə nə etmək caizdir, yaxşılıqmı, pislikmi? Lakin onlar heç nə cavab vermədilər. İsa onların hissizliyinə kədərlənərək o adama dedi, əlini uzat. Adam əlini uzatdı və əli sağaldı. Əziz dostlar, biz həm Allah'a ibadət edib, həm də insanların qayğısına qalmalıyıq. Yoxsa ibadətimiz boş və mənasız olar. 18-ci şəkil. İsa şagirdləri ilə qayıqla yola düşdü. Birdən böyük bir qasırğa başladı və dalğalar qayıqa elə zərbələr indirdilər ki, qayıq artıq su ilə dolmuşdu. İsa qayığın arxa tərəfində yastığın üstündə yatırdı. Onlar onu oyadıb dedilər, müəllim, məgər bizim həlak olmağımız səni narahat etmir? O da oyanıb küləyə qadağan etdi və gölə, sus, sakit dur, dedi. Külək yatdı və dərin sükut çöktü.
İsa onlara dedi, "Nə üçün belə qorxarsınız? Necə olur ki, imanınız yoxdur?" Şagirdlər çox təəccübləndilər və aralarında deyirdilər, "Bu kimdir ki, həm külək, həm də göl ona itaət edir?" Əziz dostlar, təbiət də İsa'ya itaət edir. Gəlin ona iman edək və heç nədən qorxmayaq. 19-cu şəkil. İzdihamdakı qadın 12 ildir ki, ağır xəstədir. O inanırdı ki, İsa onu sağalda bilər və özlüyündə deyirdi, heç olmasa ancaq paltarına toxunsam, sağalacağam. Qadın onun paltarına toxundu və o zaman şəfa tapdı. İsa özündən bir qüvvətin axıb getdiyini bilərək, izdiham içində dönüb, paltarıma kim toxundu soruşdu. Orada böyük bir izdiham var idi. Amma qadın bilirdi ki, İsa onu nəzərdə tutur. O qorxub titrəyərək gəldi, İsa'nın ayağına düşəndi və ona bütün həqiqəti söylədi. O da qadına dedi, "Qızım, imanın səni xilas etdi. Sülh ilə get." Bu dünyada adam çoxdur, amma İsa hər kəsi tanıyır. O sizi də tanıyır və sizə yardım etmək istəyir. O istəyir ki, siz ona iman edərsiniz. 20-ci şəkil. Yair adlı sinagog rəisinin qızı ölüm ayağındaydı. O, İsa'nın yanına gəlib, qızının sağalıb xilas olmasını yalvardı. İsa onunla getdi, amma çatmamışdan qabaq qız öldü. İsa Yairə dedi, "Qorxma, amma iman et." Yairin evində artıq ağlaşma idi. İsa uşağın ata-anasını götürüb, şagirdləri ilə bir yerdə uşağın olduğu yerə girdi. Uşağın əlindən tutub ona, "Qızcığaz, qalx," dedi. Qız da o anda qalxıb gəzməyə başladı. İsa'nın ölüm üzərində qüvvəsi var. Bunun üçün İsa'ya iman edənlər ölümdən qorxmamalıdırlar. İsa iblisdən və ölümdən qüvvətlidir. 21-ci şəkil. Bir gün bir Yunan qadını İsa'nın yanına gəldi. Onun kiçik yaşlı qızı murdar ruha tutulmuşdu. O İsa'dan xahiş etdi ki, cini qızından çıxartsın. İsa Yahudi idi və o, Yahudilərə yardım etməyə gəlmişdi. İsa ona dedi ki, ona yardım etmək, uşaqlardan çörəyi alıb köpəklərə atmağa bənzəyər. Amma qadın ona dedi ki, köpəklər də süfrə altında uşaqların qırıntılarından yeyərlər. İsa qadına dedi, "Bu sözə görə get, cin sənin qızından çıxmışdı." Qadın evinə gedib, cini çıxmış və qızını yataqda yatmış tapdı. İsa bütün millətlərdən insanlara yardım edir. Bizim kim olmağımıza baxmayaraq, o bizə kömək etmək istəyir. 22-ci şəkil. İsa'nın yanına kar və pəltək olan birini gətirdilər. İsa barmaqlarını onun qulaqlarına qoydu və dilinə toxundu. Elə o anda adamın qulaqları açıldı və dilinin düyünü də həll olub düzgün danışmağa başladı. İnsanlar heyrətlənib deyirdilər, həm karları eşitdirir, həm də dilsizləri danışdırır. İsa bizim də ruhani qulaqlarımızı da aça bilər ki, biz Allahın kəlamını eşidib anlaya bilək. 23-cü şəkil. Bir gün İsa'nın yanına bir koru gətirdilər. İsa korun əlindən tutub kənddən kənara çıxartdı. Gözlərinə tüpürüb, əllərini üzərinə qoyduğu zaman ondan, "Bir şeyi görürsənmi?" deyə soruşdu. O, yuxarı baxıb dedi, "Adamları yeriyən ağaclar kimi görürəm." Sonra İsa əllərini yenə onun gözləri üzərinə qoydu, kör diqqətlə baxdı, sağaldı və hər şey aydın gördü. Əziz dostlar, İblis
bizim ruhumuzu kör edib ki, biz İsa'nı nə görək, nə də ki, onu haqda həqiqəti bilək. Amma biz İsa'dan istəyə bilərik ki, ruhumuzun gözlərini açsın. Onda biz onu haqda həqiqəti bilə bilərik. 24-cü şəkil. Bir kişi murdar ruha tutulmuş oğlunu İsa'nın yanına gətirdi. Uşağı onun yanına gətirəndə, İsa'nı görər-görməz ruh uşağı şiddətlə sarsıtdı. Uşaq da yerə yıxılıb, köpürək yuvarlanırdı. Uşağın atası ağlaya-ağlaya dedi, bizə yazığın gəlsin, yardım et bizə. İsa dedi ki, əgər inanırsansa, hər şey mümkündür. İsa ruha qadağan etdi və ondan çıxmasını əmr etdi. Ruh da bağırıb, uşağı şiddətlə sarsıdaraq çıxdı. Bu hadisədən biraz sonra Yahudi rəhbərləri İsa'nı öldürdülər. Amma İsa ən böyük möcüzələrini ondan sonra etdi. O ölümdən dirildi və iblisin və ölümün üzərində qələbə çaldı. Çünki İsa bir olan həqiqi Allahın oğludur.